Ermənistan rəhbərliyinin Türkiyə bayrağının yandırılması prosesində əli var. Aprelin 23-də İrəvanda qondarma erməni soyqırımı ilə bağlı keçirilən yürüş zamanı radikal qruplar tərəfindən Türkiyə bayrağının yandırılması gərginlik yaradıb. Hadisə həm ictimai, həm də siyasi müstəvidə birmənalı qarşılanmayıb. Ermənistanın baş naziri Nikol Paşinyan da bu addımı açıq şəkildə qınayıb. Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımların atıldığı bir dövrdə bu cür insidentlərin baş verməsi isə ciddi suallar doğurur. Bəs normallaşma prosesinin getdiyi bir vaxtda belə radikal addımlar nəyə hesablanıb? Bunun arxasında hansı siyasi mesajlar dayanır? Global Info azda danışan deputat Naqif Həmzəyev deyib ki, vaxtilə erməniləri idarə etmək və onlardan istifadə məqsədilə saxta tarix yazılıb və ermənilər qondarma soyqırımı həqiqətlərini özləri üçün ideologiya kimi qəbul ediblər. İndi də hər il 24 aprel tarixini bu şəkildə qeyd edirlər. Təəssüflər olsun ki, sülh gündəliyinin aktiv olduğu bir dövrdə Ermənistan dövlətində paytaxt İrəvanda keçirilən aksiyalar zamanı Türkiyə dövlət bayrağının yandırılması heç də yaxşı hal deyil və bu qətiyyən qəbul edilməzdir. Faktiki olaraq ermənilərin uzun illər inandığı bu ideologiya onlara heç nə qazandırmayıb. Sadəcə sadə erməni xalqı ideoloqların və liderlərin alətinə çevrilib və bugün də hal-hazırda əsrdə 2026-cı ildə belə ermənilər alət kimi istifadə olunmaqdadırlar. Faktiki olaraq 30 ilə yaxın Azərbaycan torpaqları bu ideologiyaya xidmət edən daşnaqlar tərəfindən işğal altında saxlanılıb. Nəticə etibarilə isə onlar heç nə əldə etmədilər, zərər görən sadəcə erməni xalqı oldu və bugün də eyni proseslər davam edir. Deputat bildirib ki, bu tədbirləri təşkil edənlər revanşist qüvvələr və daşnaqlardır. Lakin istənilən halda bu tədbirlərin keçirilməsinə icazə verilməsi və erməni polisi tərəfindən bayraq yandırılmasına göz yumulması o deməkdir ki, hazırki erməni siyasi rəhbərliyinin də bu proseslərdə əli var.